Salam əziz həmvətənlər. Azərbaycanda vəziyyət olduqca ağırdır. Hər keçən gün sosial, iqtisadi və siyasi şərait daha da pisləşir. Ölkə faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. İnsanların öz fikrini azad şəkildə ifadə edə biləcəyi sərbəst toplaşmaq azadlığı artıq 6 ildir ki, qadağan olunub. Quru sərhədlər isə 5 ildir bağlıdır və bu vətəndaşların azad hərəkət hüququnun açıq-aşkar pozulmasıdır. İnsanların problemlərini işıqlandıran jurnalistlər və haqsızlığa qarşı çıxan fəallar şərlənərək həbs olunur. Bu sadəcə qanunsuzluq deyil, bu qorxunc bir total nəzarət sisteminin nəticəsidir. Ən dəhşətlisi isə cəmiyyətin susması, bu haqsızlıqlara öyrəşməsi və qəbul etməsidir. Belə bir durum heç bir demokratik ölkədə mümkün deyil. Hətta uzağa getmədən ətraf qonşu ölkələrlə müqayisə etsək belə fərq göz qabağındadır. Yeni açıqlanan statistika göstərir ki, 818 min insan 270 manatdan aşağı maaş alır. Bu, müasir dünyada qulluq rejimi adlandırıla bilər. Tarixi quldarlıq dövründə belə qullar yeməklə, yaşayışla təmin olunurdu. Bugün isə bu qədər inflyasiyanın və bahatçılığın içində 270 manata bir ay yaşamaq mümkünsüzdür. Bəs bu qədər haqsızlıq, bu qədər səssizlik yetərli deyilmi? Sizcə artıq ayılmaq vaxtı çatmayıbmı?